Balakən rayonunun mərkəzində soyuducu ambar satışa çıxarılır. 9 sot torpaq sahəsi var. 3 faza işığı var. İşıq xətti, su xətti, kanalizasiya xətti işlək haldadır. İçərisində meyvə qurutma sexi var. 4 ton meyvə gedir. Həyətində bir ədəd 8-in 15'ə gördüyünüz tikili var. İçərisində bütün təyinatlar kimi istifadə edə bilərsiniz. İçərisində otaqlar ara kəsmələrlə kəsilmişdir. Bu hissədə də qurutma sexidir. Rayonun tam mərkəzində yerləşir. Dörd ədəd giriş-çıx şkafları qoyulmuşdur. Qaz xətti də işlək haldadır. 5'in 10'a 2 dənə soyuducudur. Gördüğünüz bu hissədə də yenə soyuducu qurmaq olar. Hər bir soyuducuya 40 ton meyvə gedir. Gördüğünüz kimi 2 ədəd soyuducudur. Hal-hazırda da yəni işlək haldadır. Bu hissədə də əlavə soyuducu qura bilərsiniz. Dəmirdən yığılmışdır. Möhkəm şəkildə. Yenə turbalar Rus turbalarıdır. Ayaq yolusu işlək haldadır. Namaz otağı rayonun mərkəzində yerləşir. Qiyməti 135.000 manata təklif olunur. Kupçalıdır, notarial qədər aldı-satqı edərək obyekti əldə edə bilərsiniz.